Həkim, bildiyimizə görə Gəncədə doğulub böyümüsünüz, Bakıda Tibb Universitetini bitirmisiniz. Necə oldu ki, həyat yolunuz Almaniya bağlandı? Bəli, doğrudur ki, mən Gəncədə doğulmuşam, Gəncədə böyümüşəm və bundan sonra 1992-ci ildə ilk testlərlə Azərbaycan Tibb Universitetinə qəbul oldum və 98-ci ildə qırmızı diplomla Azərbaycan Tibb Universitetini bitirdim. Bundan sonra aşkar etdim ki, Azərbaycanda olan nöqsanlar mövcuddur, çatışmazlıqlar var və qərar verdim ki, bu çatışmazlıqları və bu təcrübəni doldurmaq üçün Almaniyaya səfər edim. Və beləliklə sənədlərimi verdim. O zaman gözəl bir proqram var idi, DAAD deyirlər. Onlar stipendiyalar verirlər buradakı həkimlərə, akademiklərə və bu üsulla mənə stipendiya verildi. Bundan sonra o stipendiyayla Almaniyaya səfər etdim. Orada hətta Alman dili kursları təşkil etdilər bizim üçün və ondan sonra mənim həyat yolum Almaniyaya bağlandı.